Keçmişi unudun. Heç vaxt öz keçmişinizi xatırlamayın. Ümumiyyətlə bu texnika çox möhtəşəm bir texnikadır və biz bunu ödənişli proqramlarımızda da tətbiq edirik. 90 gün ərzində keçmişiniz haqqında düşünməyin, danışmayın, müzakirə etmə. Yoldaşın sənə nə dedi? Valideynlərin sənə nə dedi? Qaynana, qaynata, övladın, müdür, işlədiyin yerdə hər hansı bir kolleqan. Nə vaxtsa bəlkə sənin xətrinə deyiblər, bəlkə sənin nə vaxt haqqına giriblər, incidiblər. Unut bunları. 90 gün ərzində bu haqqda nə danış, nə düşün. Və düşündüyü, hiss etdiyin zaman diqqətini başqa bir şeyə yönəlt. Bu çox möhtəşəm bir texnikadır. Çünki bir müddətdən sonra sən daha da enerjili olduğunun fərqinə varacaqsan. Daha da çox güc gələcək sənə, yaratmaq istəyəcəksən, nəsə yenilik bir şey eləmək istəyəcəksən, nəsə iş qurmaq istəyəcəksən, bəlkə də iş yerini dəyişmək istəyəcəksən və sənə qəribə bir enerji gələcək. Çünki nə keçmiş var, nə də gələcək. Bizim yaşadığımız bir gün var, o da bugündür. Və çox təəssüf ki, insanların çoxu bu bir günü yaşamırlar.